Allah'ın salamı olsun üzerinde. Benim oğlan ve kız kardeşlerim olan İbrahim oğullarım. Ve bir de o keslerin ki onlar inanıp, emellerini ıslah edip, birbirini hak ile, birbirini sabırla tövsiye edirler. 21 час ровно. Şükürler olsun Allah'a sonsuz sayıda. Yani bugünkü gün ben sizin için Allah korusun inşallah irayet edeceğim. Bekara suresinden 70. ayeten indi ne kadar irayet edebilirim, tilavet edebilirim. İnşallah ölmesem, sağ kalsam Allah'ın istediğini. İndi ise həmişə olduğu kimi duaları sizin nəzərinizə çatdırım. Bismillahın, Rəhmanın, Rəhimin. Güvenirik Allah ile şeytandan, rejimden. Rabbimiz, senin izninle ve yardımınla başlayırıq mübarek Kur'an'ının çevirmesinin qiraətine. Bereketli et ve kabul et bizden niyetimizi ve ilmimizi artır. Vasılatları üzerine seni özümüze arka vekil bilip sana tevekkül etmeye. Dillerimizi senin zikrin ve şükürünle revan et. At kalbimize o şeyleri ki ahiretin gününde bizlere nicat verer cehennem azabında. Bağışla bizleri rahmet, sen rahmedenlerin en yaxşısısan. Kalplerimizden kini, küdüreti, paxıllığı, tekebbürlüğü, özünü beğenmeyi ve senin hoşuna gelmeyen bütün naqis şeyleri silip atmakta bizlere yardım et. Ruhumuzu, nefsimizi ve canımızı aklımıza tabi etmekte bizlere yardım et. En güzel nimetlerinden olan nimeti, senin yolunda tike doğranmağı, öldürülmeyi, şehadeti bizlere kısmet et. Bir daha Rabbimiz senin isminle. Bismillah'ın, Rahman'ın, Rahim'in. Bekara suresi 70. ayet. Dediler, duan bize, Rabbine senin. Beyanı bize ne o? Hakikaten begerler müteşabihtir üzerimize. Ve hakikaten biz inşallah hidayetlilerik. Dedi, hakikaten o değil, hakikaten o beger yok ramı sürmeye erzi ve yok sulamağı ekini. Salimdir, yok eyb onda. Dediler, indi geldin hak ile. Ve zehlediler ona ve olmadı az kala faaliyetleri. Aziz kardeşlerim, ben bu ayeleri dünen de sarf etmirəm sizler için qiraat etmiştim. Yani bir daha tekrar nezerinize buraya çattırdım ki, bəli onda ki Allah'ın öğretmesiyle biyetlere, onların Resulları, yani her bir küllü ümmet için Resul var. Onların biyet elediği Resulları onlara bir emri yerine getirmeyi söyledikte onlar onu suala tuturlar. Başlıyorlar çek-çevir elemeye. Gerektir ki onlar eşidip itaat etsinler. Bu onlar için daha hayırlıdır, daha yaxşıdır. Onlar davet olunurlar Allah'ın razılığını kazanmağa. Eğer doğrudan da onlar inanan keslerdirse, onların Resulları onları bir işi görmeye emredirse, davet edirse, onlar onu yerine getirmelidir. Çünkü o Resul, onlar için Allah'ın razılığını istiyor. Ve burada sonraki ayeleri de ben sizin için kıraat etmiştim. Yani onlarda da o hikmet vardır ki, o ilim vardır ki, bizi Allah Teala öyledir bu ayetlerin vasıtasıyla imanımızı artırmalı. Ben Allah'a bu Kur'an'ı kıraat edenden sonra hiçbir vakit sual vermerem ki nice ölüleri, nice meyti diri edir. Allah görürsünüz bunu bizim inanmamızı
artırmağımıza yardım edir. Yoxlayır bizi. Görək biz Allah ilə inanırıq, yoxsa yox. Bu Allahın Quranıdır. Bu Qurandan ayələri mən nə qədər var hamısını qəbul edirəm ki, bu bizim Rəbbimiz tərəfindən haqdır. Məhəmməd Əleyhisselamın üzərinə nazil olmuşdur. Neyəsə mənə çatmırsa, açılmırsa, mən onu başa düşmürəmsə, mən onu sual vermirəm. Çünki gözləyirəm, Allah onu özü nə vaxt mənim üçün açar, öyrədər. Mən tələsmirəm onu əzbərləməyə və tələsmirəm onun açılmasını ki, mənə açılsın. Çünki olub, bugünkü günə qədər, əvvəlki gündən bugünkü günə qədər o qədər olub biz bu Quranın ayətlərini tilavat etmişik, qiraət etmişik. O ayələr ki, onların üzərindən dəfələrlə keçmişik, o bizim üçün açılmayıb. Üstündən bir müddət keçəndən sonra birdən görmüşük ki, biz bu ayəni qiraət edib gedirdik. Ancaq o ayəni yaşamırdıq. Gördüyünüz kimi Allah istədiyi vaxt, istədiyini, istədiyi kəsə verər. Onsuz sayda Allah'a şükürlər olsun. Mən sizin üçün indi dünən qaldığımız yerdən, yəni 76-cı ayəni qiraət etmişdim, tilavat etmişdim sizlər üçün. İndi 77-ci ayədən. Əgər bilməyirlər ki, Allah bilir nə sirlərini və nə elanlarını. Gördüyünüz kimi bu ayədə, yəni biz onu keçmiş zamana aid eləsək, onda deməli özümüzü unuduruq. Bugün bizlər də sirli etdiyimiz və aşkar etdiyimiz, elanlı etdiyimiz işlər var, sözlər var, fikirlər var. Gərəkdir ki, hər birimiz dəqiq yadımızda saxlayaq, dürüst yadımızda saxlayaq ki, Allah bütün bunların hamısını bilir. Görürsünüz? Bilməyirlər ki, Allah bilir nə sirlərini və nə elanlarını. Gördüyünüz kimi biz dualarda Rəbbimizdən istəyirik ki, bizdən niyyətimizi qəbul etsin, elmimizi artırsın, bərəkətli etsin bu yolda bizim işlərimizi. Yəni o Quran qiraəti zamanı. Bizə ki Allah Teala verdi, buna görə, nə verdiklərinə görə biz nə qədər şükür etsək, yenə də azdır. Elə Allah məni yaradıb, dünyaya götürüb, mən gerək bəzi insanlar kimi olmayayım ki, başım ağrıyanda, ayağım ağrıyanda, nə bilim, nə vaxtsa qolum sınanda, qıçım sınanda, qaçıram həkimə, müalicə elətdirirəm, dərman axtarıram, həkimə gedirəm, minnət, onun qarşısında əyilmək, imkan daxilində pul xərcləyirsən. Ancaq bir düşünmürəm ki, o Allah ki mənə bu əqli verib, o əqillə düşünmürəm ki, biz Allah mənə bunu sağlam vermişdi. Niyə mənə bu sahib bədənliyi, sağlam bədəni verən Allah məni heç nədən, yoxdan yaradan Allah? Mən yox idim həyatda. Bu günləri mənim babam, nənəm, valideynlərim, bacılarım, qardaşlarım ki var, həyatda yoxdur. Qohum əqrəbədən dünyasını değişən var. Onlara biz meyit deyirik, ölü deyirik, gediblər, yoxdular. Mən də eləcə yox idim. Məni o sonra diri etdi. Və sonra mənə öyrədir ki, necə bax sənin görürsən, babaların, nənələrin, atan, anan, qohumların, qardaşların, tanışların, bilişlərin öldüyü kimi sən də öləcəksən. Bəli, mən ölü olduğumu, sonra Allahın məni diri etdiyini, sonra məni meyit edəcəyini, sonra yenidən dirildəcəyini və onun huzuruna qayıdacağımı mən Qur'andan görürəm. Və ona görə də mən Allahın bu öyrətməsi ilə ki, mən də bilməliyəm ki, nə gizli eləsəm, sirli eləsəm və nə aşkar eləsəm,
Allah'a məxfi qalmaz bir şey. Allah hər bir şeyi bilir. Buna görə də bax burada mən və mənimlə olan bu oğlan qız qardaşlarım, indi mənim oğlan qardaşlarım hər 24 saatda, hər 1 saatda, hətta 1 saatda görürsən 2 nəfər də çıxış eləyir. Biz qiraat edirik, tilavat edirik bu Qur'anı. Biz niyetimizin yani kabul olunmasını isteyirik. Sözsüz ki benim eğer niyetim pis, habis olarsa Allah bunu kabul etmez. Biz öyle dua ettik ki Allah bu niyetimizin kabul olunmasıdır ki bizlere 24 saat ərzində artık bugün 31. sutka tamam olur. 31-24 saat. 31 tane 24 saat. Fikir verin. Dünen eğer 30. gün 720 saat tamam olmuştusa bugün artık 744. saattir. Ben 742. saatte sizin için bu Kur'an'ı tilavet edirəm. Məndən sonra da 2 kardeşim 2 saat ərzində qiraat edin. Yani 744 saat bu çıxışdan sonra 2 saatte tamam olacak. Bu Allah'ın bize verdiği berekettir. Bizim niyetimizin kabuludur. Allah istemeseydi biz bunu sizlere qiraat etmezdik. Olabilir. Kimse çalışsın bu Allah'ın hak yoluna set çeksin. Allah her bir şeyi bilir. Gördüğünüz gibi biz Rabbimiz olan Allah'a deyirik ki vasıta aktarırıq üzerine seni özümüze arka vekil bilip sana tevekkül etmeye. Bəli. Bizi ayağa kaldırdığı günden, seçtiği günden, öz halifeleri ettiği günden biz Allah'a tevekkül edirik. Ona arkalanırıq. Ve o da bilir her bir şeyi. Ve özü bildiği kimi de her şeyi idare edir. Böyle biz gördük hayatımızda. Kim bizim karşımıza çıkıp bu yolu kesmek istedi, Allah onları bizim yolumuzun üstünden götürdü. 14 yıl bundan qabaq artık 2 gün keçip 14 yıl 2 gün necə ki Nizamettin Meçidine gelip günorta ibadeti zamanında kardeşlerimizi orada döydüler. Halbuki eğer onlar iman əhliydisə, onların içerisinde Kərbəlaylar, Məşədlər de var idi, Afsaqqallar var idi. Onlar iman əhliydisə, onlar bilməliydilər, meçidin içerisinde kan tökmezler. Vurup cemaati döyüp incitmezler. Allah adamı zalim olmaz. Allah hatta inanan kesi, onu öldürmek isteyen kese el kaldırmamasını öğretir Kur'an'da. Defelerle izahlar olunur. Kur'an'ı okuyun ki Allah'la doğru düzgün inanın ki bu şeyler size açılsın. Kim Allah yoluna set çekmek isteyerse vay onun halına. Ola bilsin indi ben ayet okuyacağım. Bunu bizlere ait de edebilirler. Biz ise Allah'tan daima korkuruq, çekinirik, korklanırıq. Ve niyetimiz de insanların hem bu dünyada hem ahiret dünyasında Allah'ın razı kaldığı salih bendelerinden olması üçündür. Müşrik, kafir olmamaları üçündür. Fasık, münafık olmamaları üçündür. Şimdi kim necə düşünürse o özü bile. Bizim niyetimiz ise Allah'a bellidir. Bu insanlar eğer bize Allah'lık iddiası edip bizim karşımıza bu yolda set çekmek isteyirlerse onlar da bilmelidirler ki görürsünüz bu da değil 77. Bilmeyirler ki Allah bilir ne sirlerini ve ne elanlarını. Böyle bizim karşımıza çıkıp bizi soyanlar, bizi takdir edenler, bu yoldan çekindirmek isteyenler. Biz bu ayetleri okuyuruz. Eğer bizim sirli ettiğimiz məkirli fikirlerimiz varsa Allah bütün məkirlere karşı tedbirlidir. Bir fəndimiz varsa Allah bütün fəndlere karşı tedbirlidir. Bizim ne aşkar elediğimiz iş varsa o Allah'a bellidir. Biz Kur'an qiraat edirik, Kur'an tilavet edirik.
və sirli, gizlin olan niyyətimiz də dildə belə deyə bilərik, içəridə başqa cür ola bilərik. Onu da Allah bilir. 78-ci ayə. Onlardan ümmülər yox bilmələri kitabı ancaq əminlik və onlar ancaq zənlidirlər. Görürsünüz, bir ümmi əksəriyyəti var ki, elə bir ümmülər, cəmaat var ki, kitabı bilmirlər. Ancaq əminlik, əmindirlər. Ki, ərəb dilini bilir, ərəb dilində hərflərin çıxma məxrəcini bilir, onları ərəblər kimi tələffüz edir, nə bilim, bu Qur'anın təcvidini bilir, gözəlləşdirilməsini bilir. Ancaq kitabı bilmir. Çünki onların ancaq bir zənləri var. Kitabı bilseydilər, bu kitabdan xəbərləri olsaydı, Allah görürsən, yox deyir kitabı, bilmələri kitabı. Nə üçün? Çünki Allah 2-ci surənin 2-ci ayəsində, bu Bəqərə surəsinin 2-ci ayəsində buyurur ki, bu kitab şübhə yoxdur onda, hidayətdir müttəqilər üçün. Bax, kitabı bilənlər yapışırlar bu kitabda. Kitabı bilməyənlər başlayırlar. Biz əshabların dediklərindən itaat etməməliyik. Görün nə qədər ərəb dilini bilir, qrammatikasını bilir. Ayəla, kitabı da oxuyur, ancaq kitabı bilmir. Çünki o bu kitabı uca bilmir. O Allah'ı uca bilmir, onu yalandan dildə bilseydi, biz Allah'ın öyrədə biləcəyini söyləyirik. Yaxşı, Allah'ın da öyrədə biləcəyi bu Qurandadır, bu yazılardır, bu kitabdır, yazıların məzmunusu. Əshablar da gör neçə əsr bundan qabaq çıxıb gediblər. Onların da dedikləri yazılardır. İndi bu düşüncəsiz, bu dar çərçivəli insanlar bizə göstərmək istəyirlər ki, deməli Allah bu mübarək Qur'anın, bu mübarək kitabının, ərəb dilində nazil olan kitabının, Məhəmməd Əleyhisselamın üzərinə nazil olan kitabının bizi öyrədə bilməsinə inanmırlar. Bizi gərəkdir ki, bu kitabın vasitəsilə öyrədilən insanlar öyrətsinlər. Ancaq bugünkü gün biz diriyik, söyləyirik ki, öyrədən biz deyilik. Öyrədən Allah'tır bu kitabın vasitəsilə. Sadəcə olaraq Allah Qur'anda öyrədir ki, bu Qur'anı təbliğ etmək lazımdır. Bu risaləni təbliğ etmək lazımdır. Risaletin təbliği zamanı bir kəsdən çəkinməyimiz lazım deyil. Ancaq Allah'tan çəkinin və Allah özü hesablara yetişməyə kifayətdir. Və bizim kitabdan bildiyimiz bunlardır. Biz də gəl onlar kimi olsaydı, bir tərəf deyir, bir dəstə görsən, ümmülər, onlar əmindirlər də. Onlar zənnidirlər ki, onlar doğrudular. Bir tərəf deyir ki, gerək bu hədisləri oxuyasan, əhl-i sünnənin obrusu. O bir tərəf deyir ki, Nəhcül Bələğanı oxuyasan, Əhl-i Beytin dediyi yazıları, kitabları oxuyasan. Məyər bir fikirləşmirsiniz, ey sağ və solda olan əhl-i sünnə və əhl-i şiyyə. Fikirləşmirsiniz ki, Allah əbədi diridir. Siz bəhanələr axtarırsınız Qurandan, özünüz də görə bilmirsiniz ki, Allah Quranda, Allah yolunda öldürülənlər üçün ölü deməyin. Onlar diridir. O sözün mənası da sizə açılmır, görə bilmirsiniz. Yazıqsınız. Nə mənada? Allah özü bizə Quranda öyrədir 2-ci surənin 28-ci ayəsindəki necə siz inanmırsınız Allah ilə bir halda ki siz oldunuz ölü, yox olmağı görürsünüz. Yox idik biz. Yəni biz ölüydik. O sizi diri etdi. Sonra sizi meyit eder. Sonra sizi diri eder. Sonra siz onun tərəfinə rüculusunuz. Qayıdacaqsınız, müraciətlisiniz. Görürsünüz, əgər kitabla inanan kəs, mən bu ayələrlə, Quranda nəşr olunmuş ayələrlə və mənimlə olanlarla, kimlər ki, buradan, Qurandan mənə nazil olur və məndən qabaşlara nazil olur, inanırlarsa, onlar da onu götürürlər. Mən bunu bilirəm ki, bu yolda məni gəlib tikə-tikə doğrasalar da, bunu mən Allahdan arzu edirəm. Qismətimdirsə verəcək. Onu məni doğrayanlar elə biləcəklər ki, mən öldüm.
Ancaq axirətin günündə onlar görəcəklər ki, onlar nə vəziyyətdədir, mən nə vəziyyətliyəm. Mən bunu Qurandan öyrəndim. Necə ki, 14 il, 2 gün bundan öncə gəlib, güya Allah adamları idilər. Bu Allahın haqq yolunda olub, hər zaman Quran oxuyan, Quran qiraət edən, bir-birini haqq ilə, bir-birini səbirlə tövsiyə edən kəslər inanıblar, əməllərini islah edirlər. Onları məscidin içərisində ibadət zamanında döyüb qanlarına qaltın elədilər. Və bir dəstədə insanlar qoşuldular bunlara. Onları dəstəklədilər. Vay onların alına, yazıqlar, vay olsun onlara. Necə ki, Allah indi burada 79-cu ayədə deyəcək. Onlar o yazılara tabi edilər ki, o kəslər ki deyirlər, İslam dövləti olsaydı deyir, bunları öldürmək lazım idi. Və ləşkəri, onunla olanları, bu kəsləri. Axı, əgər mən Allaha inanıramsa və Qurandan bu həqiqəti bilirəmsə, niyə mən gözləməliyəm hansısa bir dövləti? Gəl öldür də, niyə öldürmürsən? Yaxşı, elə bir növ öldürmək istədilər də, istədilər ki, güya yolun qabağına sədd çəksinlər. Onlar Allah yolunun qarşısına sədd çəkdilər 14 il, 2 gün bundan öncə. Ancaq nəyə nail oldular? Allah bizə o cəmaatın içərisində olan, biz onların heç nə arzula eləmirik. Biz yalnız sadəcə o əməli yerinə getiririk ki, onlar yola qaçsın. Onlardan ölən də oldu, nesli kesilən də oldu, nə bilim, uluya ölən də oldu. Mən heç özüm də bilmirəm mənim işim necə olacaq. Ancaq mən bir şey görürəm ki, Allahın yoluna sədd çəkmək mümkün deyil. O zaman bizim əlimizdə bizə ki, Allah indi ondan sonra bərəkət verdi. Bu Qur'anın çevirməsinin nailiyyətini verdi bizə. Biz heç bir yerdə qiraət oxumaq başqa bir kəsin öyrətməsi ilə yox, Allahın öyrətməsi. Allah bizə bu boyda, onda bir dənə ələskər idisə, Rəsul deyirdilər ona. İndi əlhamdülillah gör nə qədər rəsullar var, heç saymaqla qurtarmaq da olmur. 24 saatın ərzində izləsəz, görərsiniz nə qədəri var. Və nə qədər o qardaşlar bilirlər ki, nə qədər də gözləyənlər var ki, növbədə çıxışlar arasında. Bəli, budur kitabı bilmək. 79-cu ayə. Vay olsun o kəslər üçün, yazırlar kitabı əlləri ilə, sonra deyirlər. Bu, yanındandır Allah. Yəni, Allaha deyirlər ki, bu yanındandır sənin. Müştərilik üçün onunla qiyməti az. Vay olsun onlara nədən yazdı əlləri və vay olsun onlara nədən kəsblidirlər. Gördüyünüz kimi, biz bax bu Qur'anın tilavatı zamanı, yəni deyirik ki, Rəbbimiz sənin izninlə və yardımınla başlayırıq mübarək Qur'anının çevirməsinin qiraətinə. Yəni insanları çaşdırmamaq üçün, azdırmamaq üçün. Ki biz bunu sadəcə olaraq bizə açılıb öyrədiləndir, bu Qur'anın çevirməsidir. Ərəb dilindən bizim dilimizə. Bizi bu qani eləyir. Biz Qur'andan öyrəndik, biz heç kimi məcbur eləmirik ki, gəlib bunu olsun, geçsin başqa çevirmədən olsun. Bizi bu qani eləyir, ondan ötürü ki, biz bu Qur'andan bizim çəkimizdə bizə öyrədilən budur ki, biz inanan olaq, əməllərimizi islah edən olaq, Allahdan qorxaq, Allahdan çəkinək, Allahdan xoflanaq və bilək ki, bütün əmrlər, təriflər Allah üçündür, Rəbbidir aləmlərin. Yəni bizə qarşı olan, bizə edilən zülümlərə, iftiralara, böhtanlara, yalanlara biz əflə cavab verək. Bağışlamaqla cavab verək. Bizi qəlbimizdə kin-küdurət olmasın. Bizə lazım olan qədər Allah heç kimi gücündən artıq yükləmir. Bizə lazım olan qədər bizim çəkimizdə Allah buradan bizə verir. Biz bu çevirməni yerinə yetirib insanları dəvət edirik ki, Allahı uca tutsunlar. Allaha şərik qoşmasınlar. İndi bir insanlar bizə irad edənlər. Bu insanlar ki, özləri yazıblar buna bax, gör neynir. Onlar niyə tabi olurlar? Biz niyə tabi oluruq? Onlar ha tərəfə bizi çağırırlar. Biz onları ha tərəfə çağırırıq.
Bakın, eğer doğrudan da Kur'an'ı bilirlerse bu insanlar, biz niye onlar Kur'an'ın 109. suresini bilmirlər? Bilirlerse ki biz kafirlərik. Kur'an'ın 109. suresinde iman ehlinin kafirlere ne söyleyeceğini Allah öğretir. Ahırda da deyir ki, sizin dininiz sizinki, mənim dinim mənimki. Her bir iman ehli kafire bunu deməlidir. Şimdi gelin bakalım. Biz kafirik, bu kəslər iman ehli özlerini sayır, bize kafir deyirlər, öldürülməyimizi deyirlər. Biz tabi bizim Rabbimizden Muhammed Aleyhisselam'ın üzerine nazil olan Hakka, Ərəb dilinde gelen Kur'an'a, göy səmasından. Biz inanırıq ki, o Kur'an evvel olup, o Kur'an'ın evvel elimi, sonra insanın xəlqi. Biz onu Kur'an'ın içerisinden öğrendik. Biz bilirik ki, Tevrat da, İncil de, eğer onu Ərəb dilinde söylenseydi, Kur'an'dır. Çünkü Kur'an'da elə adlar, elə sözler var ki, o evvelde söylendiği kimi saxlanılır. Mesela Kur'an'daki Cebrail adı Ərəb diline çevrilse olacak Abdullah. Yani kulu Allah'ın. Ancak saklanılır bu cürə. Tövrat'dı, İncil'di. Onlar da qiraət olunandı. Allah nazil olan Kur'an Ərəbi olanla təbliğ etmeyi söyledikdə, bunu deyib, Kur'anla Ərəbi olanla. Deməli, əgər deyilirsə Kur'anla Ərəbi olanla, Kur'an var ki, Ərəbi deyil. Yani Tövrat, İncil Ərəbi gəlmir. Zabur dualardan ibarətdir. Necə ki, biz Kur'an'ın içərisindən də duaları çıxardıb, nəşr olunurdu onu. Tərtib edib, qardaşlar. Gördüyünüz kimi, Kur'an Ərəbi dildə gəlməyən, olmayan da var. Ancaq Allahımız bizə deyir ki, biz daha gedib Musa Aleyhisselam'ın üzerine nazil olana, İsa Aleyhisselam'ın üzerine nazil olana, ki bugün insanların elinde var dünyada. Onlara tərəf getməyək, onlardan yapışmayaq. Bunu Allah özü deyir, bu kitaplar hamısı onundur. Davud Aleyhisselam'a nazil olana. Bunları biz kabul edirik. Allah Kur'an'da deyir, kabul edirik. Biz bütün hamısını kabul edirik. İstəyir müteşabih ayı olsun, istəyir hüküm ayəsi olsun, biz onları kabul edirik. Elə biz hamısını kabul ettiğimize göre biz Rabbimizden kabul edirik ki, biz yol tutup getməliyik. Eğer doğru düzgün hidayetimizi istəyiriksə, biz Muhammed Aleyhisselam'ın üzerine nazil olan kitaba şüphe etmemeliyik. Biz Allah'tan korkmalıyıq. Yani bu kitap yazılar demektir. Muhammed Aleyhisselam'ın üzerine nazil olan, bu Ərəbi olan 6236 ayetten ibaret olan Kur'an'dan yapışmalıyıq ki o bizim Rabbimiz tarafından haktır. Bununla da mübahiseler kesilir. Ancak bir bakın, dünyada ne kadar insan var ki söhbət eləyəndə deyir ki, mən gerek Tövratı da oxuyam, İncili de oxuyam. Bu insan o insandır ki onun şüphesi var. O inanabilmir. Onun Allah'la imanı güclü değil. Tam değil. Eğer Allah'la tam inanarsa o Allah'tan başkasını özüne şerik götürmez. Başka birisinin onu öğretebileceğini kabul etmez. Dedi ki bugün biz ne özümüz Allah'tan başkası tarafından öğretilmeyimizi kabul etmirik. Ne de başkalarının. Yine de demirik ki biz öğretirik. Biz sadece olarak aşkar tebliğ edirik. Sadece olarak aşkar tilavat edirik. Kıraat edirik. Benim əzizlərim, artıq neçə vaxtdır mən sizinle birlikte gece ibadetini yerine getirmedim. Şimdi 80. ayəni sizin için qiraat edeceğim. Artık Bakı vaxtıyla 11'in yarısıdır. Bizim de saat değişmemişik. Biz onun yarısı olur. Takriben yakınlaşır. Ve gece işa ibadetinin yani vaxtından o nisbi tertip olunmuş. Yani dakik vakti Allah bilir. Artık bize istiqamət verilir. Elmli adamlar gösterir, yazıp tertip ediblər.
bugünkü gün hardasa sərf eləmirəmsə, Bakı vaxtı ilə 19 dəqiqə işləmiş, 11-ə İbrahimlər ki, vaxtı saxlayıblar, değişməyiblər. 10-a 19 dəqiqə işləmiş, gecə işa ibadətinin vaxtı başlayır, artıq ondan 10 dəqiqə, 11 dəqiqə nə qədər keçir o bir tərəfə. Bəlkə də çox, mən bu dəqiqə baxım saatımda da. Bəli, hardasa 12 dəqiqə mənim saatımdan da buradakı vaxt göstərir. 12 dəqiqə arxada qalmışdır. Bir neçə vaxtdır ki, sizinlə birlikdə bu islahat, diləyiş, yalvarışını yerinə getirməmişdim. İndi gəldi ki, saxlayım, yəni sizinlə birlikdə o ibadəti yerinə yetirim ki, ola bilsin qardaşlardan var ki, istəyirlər iftarlarını açsınlar. Onlar iftarlarını açarca, sonra da mən yəni, tilavatı edib, öz çıxışımı bitirərəm. Dualarla inşallah ölməsəm, sağ qalsam Allahın izni ilə. Elə bilirəm ki, hazırsınızsa, qalxın ayağa, birlikdə biz gecə yalvarış, diləyiş, islahatını yerinə getirir. Allah Təbarək Teala'ya yaxın olmaqdan ötürü gecə yalvarış, diləyiş, islahatını yerinə getiririk. Allah o böyükdür. Həmd Allah üçündür, Rəbbidir aləmlərin, Rəhman, Rəhim, Maliki günün dinin, təkcə sənin bəndələrini, təkcə sənin istəyənlərini, hidayətimizi yolun düzünə, yoluna o kəslərin ki, üzərinə nimət onların, qeyrilərindən, qəzəbləndiklərindən üzərinə onların və zəlil olmayanların. O Allah əhəddir, Allah ehtiyatsızdır, deyil evlad və deyil evladı və deyil ona olan tay əhəd. Allah o böyükdür. Subhandır Rəbbimiz, oldu Rəbbimizin əmri, fəaliyyətli eşidir Allah, o kəsi ki, həmd ilə tərifləyir, ona bağışlanmaq istəyir ondan. Allah o böyükdür. Subhandır Rəbbimiz, oldu Rəbbimizin əmri, fəaliyyətli eşidir Allah, o kəsi ki, həmd ilə tərifləyir, ona bağışlanmaq istəyir ondan. Allah o böyükdür. Həmd Allah üçündür, Rəbbidir aləmlərin, Rəhman, Rəhim, Maliki günü dinin. Təkcə sənin bəndələrini, təkcə sənin istəyənlərini, hidayətimizi yolunun düzünə, yoluna o kəslərin ki, üzərinə nimət onların, qeyrilərindən, qəzəbləndiklərindən üzərinə onların və zəlil olmayanların. O Allah əhəddir, Allah ehtiyatsızdır, deyil evlad və deyil evladı və deyil ona ola tay əhəd. Allah o böyükdür. Subhandır Rəbbimiz, oldu Rəbbimizin əmri, fəaliyyətli eşidir Allah, o kəsi ki, həmd ilə tərifləyir, ona bağışlanmaq istəyir ondan. Allah o böyükdür. Subhandır Rəbbimiz, oldu Rəbbimizin əmri, fəaliyyətli eşidir Allah, o kəsi ki, həmd ilə tərifləyir, ona bağışlanmaq istəyir ondan. Allah o böyükdür. Həmd Allah üçündür, Rəbbidir aləmlərin. Şəhadət veririk Allah'tan başqaya, yoxdur Allah, ancaq Allah'dır. Vahiddir, şəriki yoxdur. Şəhadət veririk hər bir zamanda Quran ayətlərinə istinad edərək. Gəlib Allah'ın ayətlərini söyleyen onun Resulları ve Nebileri haktır. Rabbim Resullarına ve Nebilerine salamını gönder. Rabbim inanıp emellerini ıslah edip
birbirini hak ile tövsiye edenlere, birbirini sabırla tövsiye edenlere salamını gönder. Salamı olsun size Allah'ım, salamı olsun size ya Allah'ım. Bağışla ya Allah'ım, bağışla Allah'ım, bağışla Allah'ım. Allah kabul eləsin. Allah hamınızın ahiretinin hayırlı olmasında özü yardımcı olsun. Sonsuz sayıda Allah'a şükürler olsun. Bəqərə suresi 80. ayet. Ve dediler, olmaz temas bize od, ancak günlerin müddeti. De, hey, götürdüz yanında Allah'ın əhd ve olmaz hilaf Allah əhdine onun, ya deyirsiniz üzerine Allah'ın ne yok bilginiz. Bəli, Allah Tebarək Teala bununla öyrədir ki, mən şəxsən öz payıma öyrənirəm ki, gözü və dedilər, olmaz təmas bizə od. Mən heç bir vaxt oddan uzaq olmağımı bilmirəm. O da deyir, ancaq günlərin müddətini. Mən bilmirəm mənim aqibətim ahirətdə nə olacaq? Çünki burada dalıcan deyir ki, götürdünüz yanında Allah'ın əhd. Mənim axı Allah Tebarək Teala'dan bir sənədim, əhdim, əhdnaməm yoxdur. Necə bu insanlar arxayındılar? Mən bilirəm, vaxtıykən qafil, cahil, nadan, bu Qurandan xəbərsiz olduğum zaman küfürlərim var, xətalarım var, qüsurlarım var, müşrikligim olub. Elə indinin özündə də Quranın öyrətməsi ilə ki, mənim keçmiş və gələcək günahlarımın varlığından Allah Quranda öyrədir. Fəth surəsində 48-ci surədə. Allah elə bu fəthi mənə və mənimlə olanlara verdi ki, bizim keçmiş və gələcək günahlarımızı bizə bağışlasın. Çünki biz bu Qurandan öyrəndik ki, bir saniyə belə biz özümüzü qüsurdan, küfürdən, xətadan uzaq saymamalıyıq. Biz arxayın olmamalıyıq. Çünki Allah yanından bizə bir dəvətnamə yoxdur ki, əhdnamə yoxdur ki, aha, arxayın biz bu bağlayaq əhdnaməmizi, hazır gözləyək ki, ahiretin günündə bizə daha cəhənnəm oduları değməyəcək, biz yaxşıyıq. Ona görə də Allah'ın deyir, əhdində xilaf olmaz onun. Yəni Allah əhdinə xilaf etməz. Mən bugün Allah'a şərik qoşsam, kafir olsam və insanlara desəm ki, biz başa düşmərik, gerek filan kitabları oxuyaq, filan kitabları oxuyaq, filan şeyi belələyək, filan şeyi belələyək. Allah vədinə xilaf çıxmır. Mən demək kafir oldum, mən müşrik oldum. Allah bütün günahların üzərindən xətt çəkəcəyini söyləyir, ona şərik qoşanları bağışlamayacağını söyləyir. Hətta onlar ölüm anına yetib yetişəndə qayıtsalar belə, Allah Quranda bunun üçün ayə var, deyir, mən onları bağışlamayacağım. Nədir? Zinakarlıq eləməyi bacarmır, övladı zadı olmur, deyir, mən zinakarlığı deyir, attım. Pulu yoxdur, qumar oynaya bilmir, deyir, mən qumarı attım. Gücü yoxdur, adamı vurub öldürə bilmir, deyir, mən adam öldürməyi attım. Oğurluğa gedə bilmir, oğurluq eləyə bilmir, deyir, oğurluğu attım, acizdir. Gərəkdir ki, bunları bacardığın halda atasan. Mən bu günləri zinakarlığı da eləyə bilərəm. Qumar da oynaya bilərəm, adam da öldürə bilərəm, oğurluq da eləyə bilərəm. Yəni buna gücüm var, qüvvəm var. Bəzilər getirib mənim bu yazımın bir hissəsini götürərlər, montaj eləyib deyərlər ki, o Ələsgər görürsünüz nə dedi? Mən Allah'tan qorxuram. Bax, əlim var, dilim var, gedirəm, hərəkət edirəm, gezirəm. Övladdır, görürsünüz, elə 5 ayı yoxdur, lap balaca övladın. Deməli, mən gedib başqası ilə də, başqa qadınla da zina eləyə bilərəm. Bu mənim halal zövcələrimdir. Hansı ki, Allah onu halal edir. Mən başqalarını da ola bilər. Ancaq, mən Allah'tan qorxuram. Yalandan özümü cəmaata göstərim ki, mən dindiyəm. Ancaq mənim Allah gizli və aşkar sirlərimi məxvi olan hamısını bilir. Səmada və ərzdə nə varsa məxvi Allah bilir. Mən Allah'tan qorxuram. Vaxtında elədiyim, zamanında elədiyim,
günahlar mənim üçün azdır ki ya, mən yenisini eləyim. Allah da Quranda bunu belə öyrədir. Deyir, nə tez onlar keçmiş günahlarını unutdular, yenisini etməyə çalışırlar. Ona görə də mən ölüm anında, hansı ki bu şeyləri bacarmayanda deyim ki, mən qayıdıram da Allah'a tərəf. Allah deyir ki, mən beləliyini bağışlamayacağım. Bir də ölüb gedərsə, müşrik kafir halda, əslində müşrik halda, onu da deyir bağışlamayacağım. Görürsən ki, bir insan ömrü boyu Allah'a şərik qərar verib yaşayıb, müşrik yaşayıb, qoyurlar onun cənazəsini, göstərirlər də Türkiyədə. Məscidin qabağında qoyub, cəmaat da yığılır, başlayırlar. Bu, ömrü boyu özü namaz qılmayıb. Nə bilim deyir, cümədən cüməyə qılır, gedir, içki içir, sunan sonra ağzını yaxalayır, cürbəcür oyunlar çıxardırlar. La ilahe illallah. Hiç belə şey mi olar? Görürsünüz, ölü, insan öldü, getirirlər bunu, başlayırlar namaz qılmalar. Namaz adı qoyublar. Ha, islahattır, əməlinizi islah edin. Qadın xeylağıdır. Açıq saçıq gezib, ölür, bizdə görürük də neyini, qohumda, əqrəbədə, yaxında tanırsa. Ölən kimi qəbrə qoyurlar, üstünü də örtürlər. Və siz yadınızdan çıxartdınız ki, bu biz mini yufka ilə gezirdi, açıq saçıq gezirdi. Niyə indi siz onu hicab? Hicab ölü için, Quran ölü için, namaz deyirlər bu ölü için. Hamısı ölüyə. Dirilər nə istəyirsiniz eləyin? İçki üçün, nə bilim, nəşə çəkin, qumar oynayın, adam öldürün, oğurluq eləyin, açıq saçıq gezin, cürbəcür qeybətlər eləyin, cürbəcür zolakırıqlar, zalimlər. Aha, sonra da öləndə sizin qovma əqrəbə öz gələcək, onsuz da sizin üçün başlayacaq namaz qılmağa, sonra Quran oxuturmağa, estağfurullah. Hər bir kəs öz kəsb etdiyi əmələ görə cavab verəcək. Ona görə də mənim əzizlərim, Allah'ın Kur'an'ını qiraat edib, tilavet edib, Allah ilə doğru düzgün inanın ki, Allah sizin için öz ayetlerini açıb öyrətsin. Yani bütün pis işlerden biz dualarımızda söyleyirik. Bütün naqis pis şeylerden, hansı ki Allah razı değil, onu silib atmaqda, onu biz islah etməkdə Allah'tan istəyir, kömək eləsin. Qalbimizdən kini, küdurəti, paxıllığı, bütün pis şeyləri çıxardıb atmaqda bizə yardım etməsin Allah'tan istəyirik. Bugün bir kəsin qəlbinə toxunmaq istəmirik. Nə əlimizlə, nə dilimizlə. Bu çıxışlar ondan ötürüdür ki, mən burada çıxışlarımda bir ağsaqqal kimi, bir yaşlı şəxs kimi, bir tərbiyəçi, bir valideyn, bir müəllim kimi Allah'tan öyrəndiyim sözlərlə deyirəm. Görürsün, deyirəm həmişə söymək Quranla, döymək Quranla, öldürmək Quranla. Bunun mənası var. Mən əgər kimisə öldürmək istəsəm, bu Quranın ayəsini öldürməliyəm. Ayəni deməliyəm ona ki, o ölsün, bəziləri öldümə xəcalətindən. Bəli, ölsün xəcalətindən yerə girsin ki, o Allaha şərik qoşur, o küfür edir. Söymək ona görə ki, onda ki, mən görürəm, inanmır Allahın ayəsini. Allah deyir ki, bu kitab şübhə yoxdur onda, hidayətdir müttəqilər üçün. O deyir, yox. Əshabların dedikləri ilə gerək biz hidayət olalım. Mən ona nə deyim? Mən ona deməliyəm də, davarsan da sən. Sən kafirsən də, inanmırsan, davarsan. Və Quranda ayə var ki, üzərlərinə gedərsən, onların deyir, məsəli it məsəlidir. Üzərinə gedərsən hürər, dönüb çıxıb gedərsən genə də hürər. Bəli, ona görə də bunlar olub, 14 il keçibdə hürənlər olub. İndi onlar qocalıb, kaftarlaşıb, indi yeni küçüklər ortalığa çıxıb. Ona görə mən onlara küçük adı deyir. Çünki Allah deyir it, mən deyirəm küçük. Ona görə deyirəm ki, qayıtsın, elm alsın Qurandan. Adam olsun, Allahın xəlifəsi olsun, seçilmişi olsun. Necə ki, vaxtıyken bu qardaşlar içərisində elələri olub ki, məni söyüblər də, öldürməklə istəyiblər, danışıblar. Ancaq indi görürsə, Allah yolu gedirlər, Allah rəsulları, Allahın seçilmişləridir. Əgər kiməsə Quranın ayəsinə görə nəcis deyirəmsə, orada Allah deyir, 9-cu suranın 28-ci ayəsinə görə. Davar 7-ci suranın 179-cu ayəsinə görə. Mən və mənim qardaşlarım həmişə bunu təkrar edib söyləyirik ki, Quran təkrarıdır, bu yad etmədir. Bəli, 9-28-ə görə müşriklər nəcisdir. Ya da necis olmayın da. Və
60-cı surənin 5-ci ayəsində kitabla yüklənən, o kitabda Tövrat deyil. Fərqi yoxdur Tövratla, İncillə, Quranla. Kitab deyilsə Allah öyrədir görək biz necə onu başa düşəcəyik. Bugün Quranla yükləniblər, ancaq onu aparmağın qədrini layiqincə yerinə yetirmirlər. Onların məsələni, bu insanlar ki, Qurandan oxuyur, Ələsgər mənə göstərsin ki, bu mənəm haddadır, Ələsgər desin belənçik, özü də görə bilmir, kör bədbəxt ki, sən kimsən, sən heç nəsən, puf mənim üçün, heç bir şey. Heç bir kəssən, sən mənim üçün. Göz heç adı çəkməyə, mən heç çalışmıram ki, adını çəkəm. Çünki sənin adın qoduqdur, sənin adın tuladır, sənin adın küçükdür, nəcisdir. Bax, budur adın. Mən ona görə ad çəkmirəm. Və bunu da, bu dəqiqə məni dinləyənlər, başa düşəni də var, düşməyəni də var. Kim başa düşmək istəsə, Quranı oxuyub ona çatacaq. Yəni, mən əgər bir neçə insan ki var söyləyirlər, onun timsalında, bəli, Allah yoluna çıxıb səhv çəkənləri mən qoduq, küçük, hima, nəcis adlandırıram. Və bu Quranın ayələri ilə mən onları təqdir edirəm. Çünki onlar kitabdan danışırlar, Quranı getirib Qurandan danışırlar, ancaq onun yükünü çəkməyi layiqincə yerinə getirmirlər. 62-ci surənin 5-ci ayəsinə görə. Allah da zalim qovmu heç bir vaxt hidayət etməz. Özləri özlərinə qaranlıq edirlər. Və 74-cü surənin 49-50-ci ardı da 51-ci ayda tamamlanır o 3 dənə ayə ilə. Ondakı Allahın zikri onlara tilavat olunur. Quran zikirdir. Onlar ondan üz çevirirlər. Onlar olurlar himarlar, eşeklər. Bu cavanları da olur qoduqlar. Çıxırlar burada ağızlarına gələni danışırlar. Mən baxıram, görürəm nə qədər uzaqdılar. Burada bizim qız qardaşlarımızın da çıxışları var. Qalıb orada. Onlara tez-tez baxırlar, videolar qalıb orada, onların çıxışları qalıb. Baxırsan, görürsən ki, nə layiq sözlər danışırlar. Ancaq onlar onsuz da o sözləri etməklə, necə ki, mən dedim, vaxtı ikən gəlib qarşımıza səs çəkmək istəyirdilər. Niyə nail oldular? Biz elə yolumuzu gedirik, söylədiyimizi söyləyirik. Sonsuz sayda Allaha şükürlər olsun. Və gördüyünüz kimi bu ayədə biz arxayın deyilik. Bu ayələrlə Allah bizə öylədir. Biz bilmirik, mən bilmirəm. Cəhənnəmdə yanacağam, cənnətdə olacağam. Bunu deyə bilmərəm. Çünki mənim Allah yanından bir əhdnaməm yoxdur. Burada Allah öylədir. Bu görürsən, bu müraciət edirsə burada ad yazmır. Mən bunu birinci özümə aid edirəm. Mən çalışmalıyam ki, dualarımda, istəklərimdə, həyatımda, dirligim, mənim ölümüm də, dirligim də, əskikligim də, çalışmağım da, islahatım da, hamısı Allah üçün olsun. 81-ci ayə. Bəli, kim kəs pislik və əhatəlidir onunla xətaları onun. Həmin onlardır əshabı odun. Onlar orada həmişəlikdirlər. Bəli, bu günləri pis iş görürük. Bu Quranla inanan insanlara, ya Allahla inanan insanlar, inanırlarsa Allah ilə, biz pis iş görürük. Siz elə bir baxın bizi öz başına, söyüş nə söyüş söhbət? Elə deyil, söyün, bu bizim üçün yaxşıdır. Bizim günahlarımız o söyənlərin, təhqir edənlərin, yalan sayanların, böhtan edənlərin üzərinə gedir. Biz yenə də sizləri bu Qurandan xəbərdar olduğumuza görə, Allah bizə bu xəbərləri verdiyinə görə, biz bu xəbərləri söylədiyimizə görə. Biz bunları görürük, anlayırıq ki, siz yazıqsınız. Allah söyüş söyəni, bir başqasını təhqir edəni qəbul etmir. Mən şəxsən təhqir etmirəm, mən Quranın ayəsi ilə görürəm bu işləri eləyənlər və onlara deyirəm, bax, sizin adınız var Quranda, siz busunuz. İndi əgər mən düz demirəmsə və mənimlə olanlar düz demirlərsə, Allah deyir, bəli, kim kəs pislik və əhatəlidir onunla xətaları onun, həmin onlardır əshab odun, onlar orada həmişəlikdirlər. Mən pis iş görürəmsə, mən cəhənnəmdə yanacağım, o dəhli olacağım və həmişəlik də odun içində qalacaq. İndi gəlin baxaq, bu günləri diqqətlə baxaq. Bizə Allah yolundan səs çəkmək istəyənlər neynirlər? Biz şirkdən uzaqıq. Sadəcə olaraq bizə pislik eləyənlərə biz deyirik sizin yolu, sizinki, yəni sizin dininiz, sizinki, bizim dinimiz, bizimki.
Biz bu Qurandan xəbərdarıq. 109-cu surə ilə onlara cavab verir. Ki, o müşriklərə, o kafirlərə, Allahdan başqa bəndəlik edənlərə deyirik, siz ki, o bəndəlik edirsiniz, biz o bəndəliyi etmirik. Çünki biz Allahdan dedik ki, təkcə sənin bəndələrini, təkcə səni istəyənləri. İndi baxsın o insanlar özlərinə ki, bəzi insanlar bəzilərinə irad tuturlar ki, siz müşriksiniz, siz gedirsiniz Allahdan başqalarından istəyirsiniz. Biz yaxşı əshabların yazılarına tabi olanlar Allahdan başqalarından istəmirlər. Əshablar bunları hidayət eləmədilər. Görürsünüz. Nə belə şəfanı, nə elə hamısını Allahdan istəyirik. Allaha şərik var. Allahı yanımızda görürük. Bizim içərimizdə də var İbrahim oğullarından. Dildə deyirlər, sözdə deyirlər. Əməldə isə bir də görürsən ki, uşaq xəstələnir, qaçır həkimə. Olan şey olur, qaçır bura. Mən demirəm, qaçmasın, özü bilər. Şəxsən mən qaçmır. Mən özüm cavab edəcəm. Hər bir kəs özü fərd halında cavab edəcək. Mən zövcələr də görürsən uşaq xəstələnir, bu sizin sınavınızdır. Olardı ki, Allah verməzdi sizə bu övladlar. Allahla doğru düzgün inanmalısan, Allah'ı yanında saymalısan. Bəzi inananlar var ki, necə dolanacaqlarına qorxurlar, çəkinirlər, hüzünlü olurlar. Hətta bu İbrahimlərdən də var. Ancaq onlar maskalanırlar. Bəzi İbrahimlər var ki, öz ağıllarına, öz fikirlərinə gələni yerinə yetirirlər. Mən onların hamısını çağırıram. Quranı yoxuyun. Allah'ın didiyini yerinə yetirin. Yoxsa ahiretin günündə cəhənnəm əhlindən olar insan. 83-cü ayə, özür istəyirəm, 82-ci ayə, və o kəslər inandılar və əməlləri islahatdır. Həmin onlardır əshab-ı cənnətin, onlar orada həmişəlikdirlər. Allah gördüyünüz kimi pislik edəni əhatə edəcək öz pisliyi. Mən əgər bu sözlərlə danışıramsa, pislik eləyirəmsə və bu mənə Allahın açıb öyrətdiklərini bölüşürəmsə insanlarca, bu mənim özümün əleyhimədir. Əhatə edəcək məni, mən cəhənnəm əhli olacağım, otda olacağım, həmişəlik orada qalacağım. Yox, mən inananlardan və əməllərini islah edənlərdən olmağa çalışıram. Allah da deyir, həmin onlar əshabıdır cənnətin, onlar orada həmişəlikdirlər. Mən də daima özüm üçün və mənimlə olanlar üçün bunu arzulayıram. 83-cü ayə. Və onda götürdük andı oğullarından İsrailin, yox bəndəliyiniz, ancaq Allaha və valideynlərə ehsan, yəni yaxşılıq və sahibinə, qəribin və yetimlərə və miskinlərə və deyin insanlar üçün hüsn və qiyam islahata və əta zəkata. Sonra döndünüz, ancaq azı sizdən və siz nümayişçilər. Gördüyünüz kimi, bugün biz nə işlə məgər insanlara qoduq olub, qoduq kimi qalmamaq, dönüb adam olmaq, elmli almaq. Yəni Allah himarı nə adlandırır? Var da Allah'ın zikrindən üz döndürənləri. Kafirləri davar adlandırır. Biz də Quran ayəsinə uyğun olaraq deyirik. Müşrikləri necis adlandırır. Birdən elə başa düşər ki, bu sizin üçün təhqirdir. Xeyr. Siz müşrik olmasanız, kafir olmasanız, Allah'ın zikrindən üz döndərməsiniz, Allah'ın ipindən yapırsınız, biz də sevinərik. Çünki Allah deyir ki, deyin insanlar üçün hüsn və qiyam islahata. Yəni, yaxşı şey deyin və islahata. Biz islahata çağırırıq və sevinərik ki, onlar inansına. Və deyir, əta edin zəkatı. Zəkat deyəndə deyirlər ki, verirsən, ver, verməyirsən, vermə. Doğru düzgün ol Allah'la, Allah da sənə bunu öyrətsin. Sonra deyir, döndünüz. İnsanlar dəvət olunurlar, sonra dönürlər. Bəziləri, elə bu İbrahim oğullarından da var. Onlar dəvət olunurlar savab işlər görməyə. Deyirlər ki, şeytan bizə girir. O da şeytan girir ki, şeytanı çıxar. Sən düşüngünən ki, sən neydin? Sən bir qətrə mundar damcıdan yarandın. Lüt gəlib, lüt də gedəcəksən. Qardaşların səni dəvət edirlərsə, yaxşı işlər görməyə, savab qazanmağa. Vaxt var ki, mən ad çəkmirəm bir nəfər üçün dedim ki, daha ona deməyəcəyəm. İndi isə mən heç kimə belə şəxsi deməyəcəyəm. Gəl filan işi belələ. Yəni İbrahim oğullarını söyləyirəm. Hamı Quranı oxuyur, oxusun, geçsin özü öz savabını tapsın.
Və başqaları da kim dinləyirlər məni, qoy öz paylarını götürsünlər. Çünki Allah burada deyir, sonra döndünüz ancaq azı sizdən və siz nümayişçilər. Nümayişkarcasına qardaş qardaşı çağırır ki, gəl, savab üçün filan addımı at. Bəs sən dində yol gedirsən, sən inanansan. Bax, bu İbrahim oğulları inanandır. Onların hamısı bilirlər ki, qəbul etdikləri Nəbi, Rəsul, onun zövcələri onların anasıdır. Bir onlar baxsınlar ki, görsünlər həyatda necədir. Allah razı olsun qardaşlardan var ki, yaxşı addımlar atırlar. Görürsən, azı, çoxu isə üz döndərir. Deyəndə, deyir, mənə şeytan girdi, hubsi deyir, belələdi, hubsi biraz edib elə bilirlər ki, çox eləyiblər. Bunu Allah verib sizə. Mən ümumi şəkildə ona görə danışıram, kim məni dinləyirsə, öz payını götürəcək. Ya, qorxun Allahdan. Bu günləri, qardaşlar üçün söhbət edirəm. Olan hadisələrdə bilənlər bilir, mənim üçün söyləyənlər olacaq. Gələskər özü 2-ci surənin 44-cü ayəsini oxuyur cəmaata, ancaq özünü yaddan çıxardır. Mən heç bir vaxt bunu yaddan çıxartmıram. Axırıncı əməl ki var, o mən sadəcə olaraq dində olan mənim yanımda gedən qardaşımın, hansı ki o zövcələr elə mənim yanımda yox idi. Mən dəfələrlə demişəm, mən zövcələrimdən, uşaqlarımdan, hamısından çox Allahımı və ətrafımda olan o inanan qardaşları çox istəyirəm. O qardaşım ki, addım attı, onun anaları qarşısında, onun başı aşağı olmasın deyə, ona mən yardım etdim. Ancaq şərti ilə o yardımı ödəmək vasitəsilə. Yəni, bunu bilənlər bilir, bilməyənlər də ki, elə o bağlı qalsın ki, nədir bu? Bilən var da, axırı. Allah, əsas Allahdır, Allah da bilir. Uca və qüdrətli olan Allah doğru buyurur. Allah qoysa, inşallah sabah ölməsəm, sağ qalsam, çıxışlar edərəm. İndi isə həmiş olduğu kimi duaları yerinə yetirək. Rəbbimiz cəzalandırma bizi, əgər unudarıqsa, yaxud xəta edəriksə. Rəbbimiz yükləmə üzərimizə ağırlığı, nə qədər yüklədin üzərinə o kəslərin ki, bizdən qabaq var idilər. Rəbbimiz yükləmə bizə, nə ki, taqətimiz yoxdur ona. Əff et bizdən və bağışla bizim üçün və rəhm et bizə. Sən bizim Mövlamızsan və yardım et bizə üzərində kafir qovmun. Rəbbimiz qəlblərimizin əyilməyinə imkan vermə, ondan sonra ki, hidayət edibsən bizi və bəxş et bizim üçün öz yanında rəhmət. Həqiqətən sən vahhabsan. Rəbbimiz, həqiqətən biz inandıq və bağışla bizim üçün günahlarımızı və bizi o da zabından qoru. Allahım, mənim malikisən mülklərin, verirsən mülk kimə istəsən və alırsan mülkü kimdən istəsən. Və izzətlidir, kim istəsə və zillətlidir, kim istəsə. Sənin əlinlədir xeyir. Həqiqətən sən üzərində küllü şeyin qadirsən. Cövlan edirsən gecəni gündüzdə və cövlan edirsən gündüzü gecədə. Və xaric edirsən dirini meyitdən və xaric edirsən meyti diridən. Və ruzu verirsən kimə istəsən qeyri hesab. Rəbbimiz, bağışla bizim üçün günahlarımızı və işimizdə israfkarlığımızı və sabit et qədəmlərimizi və kafir qovma qarşı bizə yardım et. Rəbbimiz, sənin rəhmətin və ilmin küllü şeyi adi edib. Və bağışla o kəsləri ki, qaydıblar və tabi edirlər sənin yoluna və qoru onları cəhənnəm əzabından. Rəbbimiz və daxil et onları ədin cənnətlərinə, hansı ki, vədə vermişdin onlara, o kəsə ki, salih idi atalarından və zövclərindən və zürriyyətlərindən. Həqiqətən sən əzizsən, həkimsən və qoru onları pislikdən və kimi pislikdən qorusan, o gündə ona rəhm etmiş olarsan. Və budur əzəmətli uğur. Rəbbimiz, bəxş et bizim üçün zövclərimizdən və zürriyyətlərimizdən gözümüzün işığı olanı və et bizi müttəqlər üçün imamlar. Rəbbimiz, et bizi sənə təslim olan və zürriyyətimizdən sənə təslim olan ümmət və görək biz əskikliyimizi və tövbə et üzərimizə bizim, həqiqətən sən təvvabsan, rəhimsən. Rəbbimiz, artır üzərimizə səbir və sabit et qədəmlərimizi və yardım et bizə üzərində kafir qovmun. Rəbbimiz, həqiqətən sən bilirsən nə ki məxbi edək və nə ki elan edək və bir şey məxbi qalmaz Allaha səmada və ərzdə. Rəbbimiz, həqiqətən biz eşitdik, dəvət edənin imana çağırışını, iman gətirin Rəbbinizə və biz iman gətirdik. Rəbbimiz, bağışla günahlarımızı bizim üçün və təmizlə bizi pisliklərimizdən və vəfat bağışla bizə doğru olanlarla birlikdə. Rəbbimiz, əta et bizə nə ki vəd etmişdin bizə öz rəsulların vasitəsilə və rüsvay etmə bizi qiyamət günündə. Həqiqətən sən vədinə xilaf çıxmazsan. Rəbbimiz, et bizi və zürriyyətimizi islahat üçün ayağa qalxan
Rəbbimiz istəyimizi qəbul et. Rəbbimiz həqiqətən bizə nazlı izləyin xeyrə möhtacdır. Rəbbimiz bəxş et bizə hikmət və bizi salihlərlə birləşdir. Və et bizi axırdakılar arasında doğrudur. Və et bizi nəim cənnətlərinin varislərindən və rüsvay etmə bizi qalxma günündə. O gün yoxdur mənfəəti, mal, dövlətin və oğulların ancaq kim ki gələrsə Allaha tərəf salim qəlblə. Rəbbimiz, öyrət bizə şükür edək sənin nemətinə, hansı ki nemət verdin bizə və bizim valideynlərimizə və ondan ötürü ki əməllərimizi islah edək. Hansı ki sən ondan razı olasan və daxil et bizi öz rəhmətinə salih bəndələrin içərisində olan halda. Rəbbimiz sənə təvəkkül edirik, sənə tərəf döndük və sənə tərəfdir qayıdış. Bütün əmdlər, şükürlər, təriflər, sənalar, saya salınmaq, uca tutulmaq, müqəddəs bilinmək, ən yüksək uca aliyadır Allahımız sənin üçündür, Rəbbi sən aləmlərin. Uca və qüdrətli olan Allah doğru buyurur, gələn görüşlərə qədər Allah qoysa inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.